Elimin ürək sözündə ən gözəl anlara müjdə. Milli davada efirdə güneş olur gəl səhərim. Elimin ürək sözündə ən gözəl anlara müjdə. Milli davada efirdə güneş olur gəl səhərim. Salam, sabahınız xeyir olsun əziz dinləyicilər. Hər birinizi Azərbaycan Radiosunun studiyasından salamlayırıq. Efirdə Gəl Səhərim, həm söhbətiniz Fərid Məmmədovdur. Eləcə də bizim rejissorlarımızı da təqdim etməkdən necə deyirlər, məmnunluq hissi duyuram. Qızqayıt Camalova, salamlayıram onu. Ramazan Ümbətov bizim görüntü rejissorumuzdur. Onun da salamlarını sizə çatdırıq əziz dinləyicilər. İyun ayının 10-udur. İş həftəsinin tən ortasındayıq. Hər birinizə uğurlu bir iş həftəsi arzu edirik. Ümid edirik ki, elə həftə sonu kimi, nəinki həftə sonu, ay, illər fərqi yoxdur. Bir-birinə əvəz elədikcə bu gözəl günlər də sizin o günlərinizi, yaxşı günlərinizi əvəz eləsin. O söz var, geriyə dönüb baxdığınız zaman ancaq xoş xatirələrlə yadda qalsın. Xoş xatirələr demişkən, musiqi də öz yerində olmalıdır. Çünki gözəl bir musiqi bəzən insanı keçmişə qaytarır, nostalji hisslər yaradır və həmin o gözəl musiqilərin ünvanı da məhz Azərbaycan Radiosudur. Qızqayıtdan xahiş edək verilişimizin ilk musiqi nömrəsini səsləndirsin. Seversen kalbimi, kaldırıp göklere koyarsan sevgimi, ben değildim yegin seversen kalbimi, kaldırıp göklere koyarsan sevgimi. Günlerim ay oldu, ayı yıl oldu, sevgini duyabilmedim. Yüreğim hasretten sarılıp soldu. Bekere ne desem, bir söz diyesen, bir darım. Bekere ne desem, bir söz diyesen, bir darım. Hasretinle yanıram gizlice. Bilsen neler geçir gönlümden indice. Belki hasretinle yanıram gizlice. Bilsen neler geçir gönlümden indice. Günlerim ay oldu, ayı yıl oldu, sevdiğini duyabilmedim. Yüreğim hasretten sarılıp soldu. Bekere ne desem, bir söz diyesen, bir darım. Bekere ne desem, bir söz diyesen, bir darım. Günlerim ay oldu, ayı yıl oldu, sevgini duyabilmedim. Yüreğim hasretten sarılıp soldu. Bekere ne desem, bir söz diyesen, bir darım. Bekere ne desem, bir söz diyesen, bir darım. Şehir yine karıştı, yollarda yarıştı.
değilsən, yolda tək değilsən. 105 FM'desin. Günün hava məlumatı. Əziz dostlar, gəlsərmə hava haqqında məlumatlarla tanış edək. Belə ki, Bakıda və Abşeron yarımadasında iyunun 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib. Məlumatda deyilir ki, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civestonu təşkil edəcək. Nisbi rütubət gecə 70-75, gündüz 45-50% olacaq. Azərbaycanın rayonlarına gəldikdə isə əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətdə intensivləşəcək, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Temperatur isə gündüz 28-33 dərəcə isti, dağlarda isə 23-27 dərəcə isti olacaq. Hava haqqında məlumatla tanış oldunuz əziz dinləyicilər və artıq bir neçə verilişdir ki, bizim ənənəvi bir rubrikamız var. Belə ki, hava məlumatından sonra elə maraqlı məlumatları təqdim edirik, hansı ki, havaya aid olan bildiklərimiz və bilmədiklərimiz, bildiklərinizi bizimlə təkrar edirsiniz, bilmədiklərinizi isə necə deyirlər, bizim vasitəmizlə öyrənirsiniz. Hazırsınızsa başlayaq. Yəqin ki, bir çoxları ildırımın qoxusu olduğunu bilmirdi. Adətən biz yağışın qoxusundan danışırıq. Hər dəfə deyirik ki, mükəmməldir, dünyanın ən gözəl qoxuları içərisində. Sözsüz ki, birinci sıralarda dayanan qoxu məhz yağış qoxusudur və ötən verilişlərimizdə də yağış qoxusunun hardan qaynaqlandığını məlumat vermişdik. Bu dəfə isə ildırım qoxusundan söhbət açırıq. Belə ki, ildırım çaxanda havadakı oksigen molekulları parçalanır və azon qazı yaranır. Yağışdan əvvəl və yaxud da ki, sonra hiss etdiyimiz o kəskin, təmiz qoxu məhz elə azonun qoxusudur. Yağış damlaları göz yaşı formasında deyil. Biz adətən bunu filmlərdə, cizgi filmlərdə desək daha dəqiq çıxar və yaxud da ki, karikaturalarda görürük ki, həmişə hansı formada olur? Aşağısı yumru, yuxarısı isə bir sivri olur. Yağış damlaları əslində isə belə deyil. Səbəb nədir? Yağış damlaları düşərkən hava müqaviməti ilə qarşılaşır və bir növ paraşüt forması alır. Məhz bax buradan qaynaqlanır, hansı ki bizim o təsəvvürümüzdə formalaşdırdığımız yağış damlası. Küləkdən danışım sizə. Külək boşluqda tamamilə səssiz olur. Bizim eşitdiyimiz o səs ki var, küləyin o uğultulu səsi, qorxulu səsi məhz nədən qaynaqlanır? Külək ağaclara, binalara və yaxud da ki, naqillərə çırpılaraq onların titrəməsi nəticəsində yaranır. Biz dədə-babalarımızdan belə deyək, öyrənmişik ki, hava haqqında məlumatları təbiətdən, ağaclardan, canlılardan öyrəniblər. Ötürə-ötürə bu nəslə bugünkü günə gəlib çatıb. Bunu bəzilərimiz bilir, bəzilərimiz təyin edə bilir, bəzilərimiz isə yox. Amma heyvanlar hava proqnozunu bilir. Bu dəqiq məlumatdır. Qurbağalar yağış yağmazdan əvvəl daha yüksək səslə və daha uzun müddət başlayırlar, vaqqıldayırlar, necə deyirlər. İnəklər isə fırtınalar yaxınlaşanda fırtınanın gəldiyi tərəfə üzlərini çevirib yerə uzanmağa meylli olurlar. Bilirdinmi qız qayıt? Yox, təbii ki. Qardan danışaq sizə. Qar və digər qəribəlikləri ilə olan hər kəsin sevdiyi qar dənəciyindən. Hər bir qar dənəciyi buluddan yerə düşənə qədər fərqli temperatur və rütubət mərhələlərindən keçir. Bu səbəbdən də hər birinin molekulyar dizaynı tamamilə unikaldır. Söhbət düşmüşkən dünyanın ən böyük qar dənəciyi haqqında məlumat verim sizə. Ginnesin rekordlar kitabına düşüb. 1887-ci ildə Amerika Birləşmiş Ştatlarının Montana ştatına düşən bir qar dənəciyinin genişliyi 38 sm olub. Bax belə. Və nəhayət bu məlumatı hər kəs bilir. Yenə də təkrarlamaqda fayda var. Hər birimizin başının üzərindən uçan o pambıq kimi buludlar, hansı ki çəkisi həddindən artıq çoxdur. Necə bir deyim var, fil ağırlığından da qat-qat çoxdur.
həmin o pambıq buludlar. Amma pambıq buludların çəkisi sözsüz ki, yüzlərlə tona bərabərdir. Bunu qoyuruq kənara. İndi isə çəkisi yüngül, mənası isə böyük olan bir musiqi dinləyək. Bu indi tam yerinə düşər. Çıkar onu denizin içinden, lefeler lefeler limana limana. Kurtar onu denizin elinden. Gün doğur denizin ortasına, uça uça bulutların arasına. Sahile düşer eğsidir kumsalı. Sevgimiz denizin ortasında, üze üze balıkların arasında. Sahile çıkacak alacak nefesi, çıkar onu denizin içinden. Lefeler lefeler limana limana. Kurtar onu denizin elinden. Lefeler lefeler limana limana. Çıkar onu denizin içinden. Lefeler lefeler limana limana. Kurtar onu denizin elinden. Lefeler lefeler limana limana. Bu dünya dönse de tersine, ikimize ikisine tesir eder. Güneş birden ise yer, ne pahda ikimize tesir eder. Güneş çıkıp gidebilir, kayalar yere düşebilir. Çırpınıp dönen dalgalar bizi üzebilir. Ona göre çıkar onu denizin içinden. Lefeler lefeler limana limana. Kurtar onu denizin elinden. Lefeler lefeler limana limana. Çıkar onu denizin içinden. Lefeler lefeler limana limana. Kurtar onu denizin elinden. Lefeler lefeler limana limana. Çıkar onu denizin içinden. Lefeler lefeler limana limana. Kurtar onu denizin elinden. Lefeler lefeler limana limana. Çıkar onu denizin içinden. Lefeler lefeler limana limana. Kurtar onu denizin elinden. Lefeler lefeler limana limana. Limana limana. Reklamlar. Mənzil almağa pulun yetmirsə, hissə al. Pulunu gözlədib dəyərdən salma. Onu yaşayış sahəsinə çevir. Nə kredit var, nə faiz, nə də aylıq öhdəlik. İstədiyin zaman al, istədiyin qədər ödə. Ulduz 1544-ə zəng et. Bankov Baku'da naqd pul kreditinə düz 6%-ədək endirim var. Hazırki kreditini Bankov Baku'ya getir. 50.000 manatadək naqd pul kreditini 6%-ədək endirimlə əldə et. Aylıq ödənişin də az olsun. Üstəlik premium kart da hədiyyə. Daha ətraflı 145. Bankov Baku 18 fevral 2005 yıl tarihli Merkezi Bank'ın 247 numaralı lisensiyası ile faaliyet gösterir. Badamlıdan yepyeni təravət, limon, laymnanə, portaqal, təbii mineral suyun sərinliyi, meyvənin balanslı dadı ilə, sərinlə, yenilən, zövq al, badamlı, adında təravət, dadında təravət. Məkan istər xarici, istər daxili olsun, istər mətbəx, istər hovuz olsun. Sualınız hansı yapıştırıcı değil, hansı Seramax olsun? Seramax'ta ehtiyaca göre bir yapıştırıcı mütləq vardır. Mr. Fix, doğru seçim, doğru nəticə. Pula ehtiyacın var, heç yerə getmə. Dostun yanındadır. Bankov Baku'nun Dostbank mobil tədbiqinə daxil ol. 50.000 manatadək krediti minimum 9.9 faizlə heç yerə getmədən onlayn əldə et. Dostbankla kreditin həm rahat, həm də dərhal sənin olsun. Ətrafı 145. Bankov Baku.
Dostbank, Bankov Baku'nun mobil tətbiqidir. Bankov Baku 18 fevral 2005-ci il tarixli Mərkəzi Bankın 247 nömrəli lisensiyası ilə fəaliyyət göstərir. Matanatadan innovasiya, kombinasiyalı polimerləşdirilmiş, yüksək performanslı, iri plitə və dekorativ daş yapışdırıcısı Matanata Fasker. Fasker, 4 iş, 1 məhsulda. Matanata Fasker'in istifadə sahələri: keramogranit, fasad plitələr, dekorativ daşlar, isti döşəmələr. Matanata Fasker, iri plitə və dekorativ daş yapışdırıcısı, yüksək performanslı. Badamlıdan yepyeni təravət, limon, laymnanə, portağal, təbii mineral suyun sərinliyi, meyvənin balanslı dadı ilə, sərinlə, yenilən, zövq al, badamlı, adında təravət, dadında təravət. Reklam yerləşdirmək üçün 050 299 86 39 nömrəsinə zəng edin. Azərbaycan Radiosu 105 FM.
105 FM dalğasında Gəlsərimi dinləyirsiniz əziz dinləyicilər. Hər birinizi yenidən salamlayırıq. Aparıcınız Fərid Məmmədovdur. Gününüz aydın olsun deyirik. Qızqayət Camalova bugün bizim səs rejissorumuz, Ramazan Ümbətov isə bizim görüntü rejissorumuzdur. Görüntünü əbəs yerə demirik. Çünki Azərbaycan Radiosunun elə məsələ Gəlsərimi Azərbaycan Radiosunun YouTube səhifəsindən də izləyə bilərsiniz. Azərbaycan Radiosu Plus səhifəsinə daxil olun. Gəlsərimi izləyin. Eyni zamanda Azərbaycan Radiosunda səslənən gözəl musiqiləri məhz Qızıl Fondumuzda saxlanılan o gözəl musiqiləri də məhz YouTube səhifəmizdən izləyə bilərsiniz. İndi isə vaxt itirmədən keçək aktual məsələlərə. Onlardan bir neçəsini istəyərdim sizin diqqətinizə çatdırım. Belə ki, Goranboy və Masallı rayonlarının bəzi kəndlərində qaz olmayacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin Azəriqaz İstehsalat Birliyinə məlumat verilib. Bildirilib ki, payız qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bugün saat 10-dan işlər yekunlaşanadək Goranboy rayonunun Hazır Əhmədli, Bəşirli, Göyniyən və Qarasuçu kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bundan başqa aparılacaq təmir işləri ilə əlaqədar bugün saat 10-dan etibarən işlər yekunlaşanadək Masallı rayonunun Bambaşı kəndinin bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq. Goranboydan söz düşmüşkən bir məlumat da sizin diqqətinizə çatdırım. Sonra keçid alaq musiqi fasiləsinə. Belə ki, Goranboy rayonunda ötən ilin noyabrında qəzalı vəziyyətə düşərək söküntüsünə başlanılan binaların sakinləri yeni mənzillə təmin olunacaq. Bu barədə Fövqəladə Hallar Komissiyasından bildirilib. Qeyd olunub ki, şəhərin Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən qəzalı yaşayış binalarının sökülməsi mərhələ şəkildə həyata keçirilir. Ərazidə yerləşən 16 mənzilli, 3 bloklu, 2 mərtəbəli yaşayış binasının söküntüsü artıq tam başa çatdırılıb. Bir bloku tam uçan binada isə söküntü işləri davam etdirilir. Həmçinin 60 mənzilli, 6 bloklu, 5 mərtəbəli yaşayış binasının söküntüsü zamanı uçan mənzillərdə qalan sakinlərin əşyaları çıxarılaraq təhvil verilib. Bildirilib ki, sökülən binaların sakinlərinin kirayə xərclərinin müvafiq dövlət qurumları tərəfindən ödənilməsi təmin olunub. Həmin binaların yerində isə yeni yaşayış kompleksinin salınması planlaşdırılır. Layihə çərçivəsində sakinlərin sözü gedən kompleksdə yeni mənzillərlə təmin edilməsi nəzərdə tutulur. Alır başımdan ağlımı şirin söz gözəlləri Alır başımdan ağlımı şirin söz gözəlləri Saftır eşq məhəbbəti yaratmaqdır xoş niyyəti Saftır eşq məhəbbəti yaratmaqdır xoş niyyəti Dünya quran mətanəti vardır düzü gözəlləri 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 Güneş kimi nur çiləyir hər tərəfə od ələyir Güneş kimi nur çiləyir hər tərəfə od ələyir Könlümü məftun eyləyir ayna yüzü gözəlləri Könlümü məftun eyləyir ayna yüzü gözəlləri Saftır eşqi məhəbbəti yaratmaqdır xoş niyyəti Saftır eşqi məhəbbəti yaratmaqdır xoş niyyəti Dünya quran mətanəti vardır düzü gözəlləri Dünya quran mətanəti vardır düzü gözəlləri Dünya quran mətanəti vardır bizim gözəlləri Dünya quran mətanəti vardır bizim gözəlləri
vardı düzü güzellerin. Dünya kuran metaneti vardı düzü güzellerin. Dünya kuran metaneti vardı bizim 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 güzellerin. Gel Seherim davam edir. Gəl səhərim davam edir əziz dinləyicilər. Hər birinizi yenidən salamlayırıq. Səhər saatlarıdır. Yəqin ki, yolda olanlar bu dəqiqə sıxlıqdadılar. Biraz səbr arzu edirik sizə. Təbii ki, belə olan məqamda insan əlindən heç bir nəsə gəlmir bir sözlə. Daha çox düşünməyə, daha çox sıxlıqda qalmaq insanda daha çox stres yaradır və gətirib əsəblərin pozulmasına gətirib çıxardır. Alternativ olaraq nə edə bilərsiniz? Yaxşı musiqilər dinləyə bilərsiniz. Eyni zamanda mənim istifadə etdiyim bir metod səsli kitabları dinləyə bilərsiniz. Bu da yaxşı bir vasitədir. Amma onlara da imkanınız çatmırsa 105 FM dalğasına köklənirsiniz. Yaxşı musiqilər dinləyirsiniz. Səhər saatlarında yaxşı xəbərlər alırsınız. Şehir yine karıştı, yollarda yarıştı. Dalganı tut gülümse, bu ses seninle tanıştı. Bilirsen, yolda tek değilsen 105 FM'desin. Bəli, 105 FM-dəsiz əziz dinləyicilər. Keçid alaq məlumatlara, xəbərlərə. Azərbaycanda vətəndaşlar pensiya, əmək haqqı və sosial ödənişləri istədikləri bank vasitəsilə almaq imkanı əldə edəcəklər. Bu barədə bir məlumatım var. Bu barədə Azərbaycan Mərkəzi Bankının ödəniş sistemləri administratoru Tofiq Acırqayev Bakıda keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq Samiti 2026-da çıxışı zamanı bildirib. Onun sözlərinə görə bu layihə məcburi xarakter daşımır. Bu yanaşma vətəndaşlara öz banklarını sərbəst seçməyə imkanı verəcək. Vəsait alan şəxslərə bank seçimi üzrə alternativ imkanların yaradılması nəzərdə tutulur. Bankların pensiyaçılara təqdim etdiyi xüsusi xidmət paketləri, o cümlədən nağdsız ödənişlər üzrə stimullaşdırma tədbirləri genişlənəcək. İlkin mərhələdə əmək haqqı ödənişləri, daha sonraki mərhələlərdə isə pensiya və sosial müavinətlərin icrası ani ödənişlər sistemi üzərindən reallaşacaq. Bu çox geniş və çox şaxəli bir layihədir. Bu layihənin inteqrasiyasında iştirak edən tərəflər arasında daim müzakirələr aparılır deyə məlumatda deyilir. Keçid alaqmı musiqiyə Qızqayıt xanım? İcazə verirsən yoxsa məlumat çatdırım? Deyir musiqi, yaxşı, musiqi dinləyək, çox yormaq da lazım deyil. Vaxt itirmədən keçək. Seninle yadda sensiz fırlanacaktı dünya. Hayat diskotek
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib. Əziz dinləyicilər, həmin müraciəti istəyərdim sizin diqqətinizə çatdıraq. Polis əməkdaşları tərəfindən ötən gün paytaxt və Respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 tapanca, 1 qumbara, 6 tüfəng, 2 patron daraq və 100 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinə məlumat verilib. Bildirilib ki, Nazirlik vətəndaşlara qanunsuz saxlanılan odlu silah və sursatları könüllü qaydada polis orqanlarına təhvil verməyin bir daha vacibliyini xatırladır. Qanunsuz saxlanılan silah və sursatlar bədbəxt hadisələrə, ağır cinayətlərə və insan həyatı üçün ciddi təhlükələrə səbəb ola bilər. Vətəndaşlardan belə hallarla qarşılaşdıqda dərhal polisə məlumat vermələri və ictimai təhlükəsizliyin təmin olunmasına dəstək göstərmələri xahiş olunur. Qanunvericiliyə əsasən qanunsuz saxlanılan odlu silah və sursatları könüllü qaydada polis orqanlarına təhvil verən şəxslər müvafiq məsuliyyətdən azad olunurlar. Yurdumun məlul səsi heyran edər herkesi. Gör səninlər yayılsın səfərlərin müjdəsi. Meşə dalğası.
necə də qəribədir. Bir-birinə çox doğma və yaxın insanlar, bir anın içində çox uzaq və yad insanlar olur. Amma necə mən istərdim ki yenə qayıtsın dəli hisslər, sənli unudulmayan illər. Necə arzularam geri qayıtsın onlar. Yenə oyansın dəli hisslər, sənli keçən sevdalı günlər. Həsretin bizi sevdirir həsrətlilər. Bizimle 105 FM'de İyulun 1-dən etibarən Bakı kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişdiriləcək. Bildirilib ki, Bakı kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və ötən müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib. Bu dövr ərzində kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb və son illər ərzində ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanları əhəmiyyətli dərəcədə genişləndirilib. Sərnişinlər hazırda Bakı kartları ilə yanaşı NFC texnologiyası vasitəsilə bank kartları, mobil cihazlar və QR kod üzərində də ödəniş həyata keçirə bilərlər. Qeyd edək ki, kartın balansı və gediş haqqları ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur. Dəyişiklik yalnız yeni əldə edilən Bakı kartlarının satış qiymətinə aiddir. Və bir xəbərdə çatdırım, əziz dinləyicilər. İcbari tibbi sığorta üzrə xidmətlər zərfində dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsadov qərar imzalayıb. Qərara əsasən təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına sığorta təminatı verilən sümük iliyi və ya hematopoietik kök hüceyrələrin transplantasiyasının say həddi 20-dən 50-yə çatdırılıb. Eyni zamanda Azərbaycanda icbari sığorta qaydaları dəyişir. 16 iyundan etibarən qüvvəyə minəcək yeniliklər hansılardır, nələri nəzərdə tutur bu qanun? Bunu isə mahnı fasiləsindən sonra diqqətinizə çatdıracağam. Mən hisslərimi sən gülmə deyə gizli saxladım. Hər şəklinə baxıb susduqlarımı pıçıldadım. Bir söz deməyini, gülməyini hər gün axtardım. Gecələrdə tək qaldım, yağışlarda islandım. Bütün arzularımdan geriyə bircə sən qaldın. Həyatda mənim kimi sənsən, bunu sənə bir deyə bilsəm. Ürəyimin gizli yerində gizlərəm. Gecələrimin günəşisən, səni yanımda istərəm. Yenə səni son nəfəsimədək gözlərəm. Sən yaşamağa həvəs, həyatıma sevinç gətirirsən. Güc toplaya bilib, bircə sənə etiraf etsəm. Səni sevirəm, mən səni sevirəm. Bütün arzularımın içində ən gözəlisən. Həyatda mənim kimi sənsən, bunu sənə bir deyə bilsəm. Ürəyimin gizli yerində səni son nəfəsimədək gözlərəm.
sənə bir deyə bilsəm, ürəyimin kestik yerində gizlərəm. Gecələrimin günəşisən, səni yanımda istərəm, yenə səni son nəfəsimədək gözlərəm. Həyatda mənimki bilsən sən, bunu sənə bir deyə bilsəm, ürəyimin kestik yerində gizlərəm. Gecələrimin günəşisən, səni yanımda istərəm, yenə səni son nəfəsimədək gözlərəm. Reklamlar. Mənzil almağa pulun yetmirsə, hissə al. Kristaldan möhtəşəm təklif. Pulunu gözlədib dəyərdən salma. Onu yaşayış sahəsinə çevir. Nə kredit var, nə faiz, nə də aylıq öhdəlik. İstədiyin zaman al, istədiyin qədər ödə. Növbəti mərhələləri tamamlaya bilməsən, ödədiyin məbləği illik 12%-lə geri al. Elə indi ağıllı qərar və ağıllı investisiyaların tam zamanıdır. Ətraflı məlumat üçün Ulduz 1544-ə zəng et. Bu səs sahibkarlara fürsətdən xəbər verir. Əziz sahibkarlar, biznesdə yeni bir mərhələyə hazırlaşırsınızsa, Bank of Baku 100.000 manatadək sahibkar krediti ilə sizə dəstəkdir. 100.000 manatadək krediti 12 ayədək güzəştlə, üstəlik zaminsiz və girovsuz əldə etmək imkanınız var. Bank of Baku ilə biznesinizi böyüdün. Bank of Baku 18 fevral 2005-ci il tarixli Mərkəzi Bankın 247 nömrəli lisensiyası ilə fəaliyyət göstərir. Matanatadan innovasiya, kombinasiyalı polimerləşdirilmiş, yüksək performanslı, iri plitə və dekorativ daş yapışdırıcısı Matanata Fasker. Fasker, 4 iş, 1 məhsulda. Matanata Fasker'in istifadə sahələri: keramogranit, fasad plitələr, dekorativ daşlar, isti döşəmələr. Matanata Fasker, iri plitə və dekorativ daş yapışdırıcısı, yüksək performanslı. Təsəvvür et, sonsuz dəniz panoraması, infinity pool və gün batımı. Premium Residence, Sibrizdə yeni həyat dərsi. Telefon Ulduz 1122. premiumresidence.az. Tətbiq sahəsi istər yer, istər divar olsun, istər ev, istər ofis olsun. Sualınız hansı yapışdırıcı deyil, hansı Ceramax olsun? Ceramax'da ehtiyaca görə bir yapışdırıcı mütləq vardır. Mr. Fix. Doğru seçim, doğru nəticə. Xalqbankdan 50.000 manatlıq böyük uduş fürsəti. Əmanət yerləşdirin və 2 ədəd 50.000 manatlıq böyük uduşdan birini qazanmaq şansı əldə edin. Xalqbank əmanət lotereyasında 200-dən çox qalibdən biri siz olun. İlk tirajın qalibləri 10 iyul tarixində müəyyən olunacaq. Ətraflı 138. Xalqbank, uğurla birlikdəyik. ASC Xalq Bankı Mərkəzi Bankın 27 dekabr 2004-cü il tarixli 246 saylı lisensiyası əsasında fəaliyyət göstərir. Premium Residence Sibris layihəsində cəmi 15% ilkin ödəniş, 36 ay daxili kreditlə mənzil sahibi olun. Telefon Ulduz 1122. premiumresidence.az. Bir bankdan nağd krediti onlayn götür. Bol-bol bonus qazan. İyunun 16-sına dək Bir bank tətbiqi ilə onlayn kredit əldə edən hər 50-ci müştəri 50, hər 500-cü müştəri 100, hər 5000-ci müştəri isə tam 1000 bonus qazanacaq. Növbə gözləmədən müraciət et. Həm ehtiyaclarına qarşıla, həm də çoxlu bonus qazan. Bir bank Azərbaycan Respublikasının Mərkəzi Bankının 14 may 2025-ci tarixli 244 nömrəli bank lisensiyası əsasında fəaliyyət göstərən Kapital Bankın əmtəə nişanıdır. Reklam yerləşdirmək üçün 050 299 86 39 nömrəsinə zəng edin. Şəhərə yaxın inan mənə, gün şəbəkləri xoşdur.
Sən mənim üçün soyuqlarda donsan. Gələcək gündən sənin anlarsan, həqiqətə varsan. Qaynana möhtacam, sən mənim əmanım. Məhəbbətim acısız, o sözlərdi qəlbə. Məhəbbət sadə gün olmaz, o sözlərdi qəlbə. Aşık sevənlə yorulmaz. Dön gəl qəlbimə sən, saadətdir sevgimiz. Dön gəl qəlbimə sən, şadan, o sözlərdi qəlbə. Məhəbbət sadə gün olmaz, o sözlərdi qəlbə. Aşık sevənlə yorulmaz. Dön derdi gelme, ay dön derdi gelme. Məhəbbət sadə gün olmaz. Dön derdi gelme. Aşık sevənlə yorulmaz. Aşık sevənlə dön derdi gelme. Məhəbbət sadə gün olmaz. Məhəbbət sadə gün olmaz. Dön derdi gelme. Aşık sevənlə yorulmaz. Aşık sevənlə. Ruhunuzu oxşayan səs dalğaları. Azərbaycan radiosu 105 FM-də. 105 FM'də. 105 efendim. Gəl zəhərim. Bəli, əziz dinləyicilər, az əvvəl anonsunu vermişdim ki, Azərbaycanda icbari sığorta qaydaları dəyişir. Məsələ nədir? Onun təfərrüatlarına varaq, necə deyirlər? Təcrübədə etibarnamə əsasında avtomobili bir neçə şəxsin idarə edilməsi halları geniş yayılır və bundan başqa nəqliyyat vasitəsinin alğı-satısının da etibarnamə əsasında aparılması az deyil. Son illər hətta qəza törətmiş sürücülərin növbəti ildə yüksək məbləğdə sığorta haqqı ödəməkdən yayınmaq üçün maşını digər şəxslərə etibarnamə verməklə onların adından avto icbari sığorta etdirmələrinə də rast gəlinir. Ancaq görünən odur ki, bundan sonra başqasına etibarnamə verənlər, necə deyirlər, və yaxud da ki, etibarnamə əsasında avtomobil idarə edənlər bu barədə bir daha düşünməli olacaqlar. Belə ki, nədir məsələ? Mərkəzi Bankın müvafiq dəyişikliyinə əsasən sığorta müqaviləsi bağlanan zaman nəqliyyat vasitəsini qanunvericiliyə uyğun olaraq idarə etmək hüququ olan şəxslərin sayı birdən artıq olduqda, həmin şəxslər arasında ən yüksək riskə malik şəxsin sığorta tarixçəsi əmsalı tətbiq olunacaq. Yəni, avtomobil üzrə başqa şəxslərə etibarnamə verilibsə, bu zaman onu sığorta etdirərkən təkcə həmin şəxsin yox, etibarnaməsi olan digər şəxslərin də sığorta tarixçəsi nəzərə alınacaq. Nəticədə nə baş verir? Sığorta etdirən qəza törətmiş olmasa da, avtomobili idarə etmə hüququ olan digər şəxslərə görə sığorta yüksək ola bilər. Həmçinin qəza törətmiş şəxs digərinə etibarnamə verməklə yüksək məbləğdə sığorta haqqı ödəməkdən yayına bilməyəcək. Beləliklə, avtomobili idarə etmə hüququ olan şəxslərdən yüksək riskli olanı sığorta tarixçəsinə uyğun olaraq sığorta haqqı müəyyən ediləcək. Deməli, bu qayda isə 16 iyun 2026-cı ildən artıq qüvvəyə minmiş olur. Belə, bu xəbərdə çatdı. Artıq verişimizi yekunlaşdırmaq vaxtıdır mı, Qızqayıt xanım? Müxtəlif jest və mimikalarla deyir ki, bəli, istəyirsən bir alov da yandır, mən artıq başa düşüm sən nə demək istəyirsən. Dədə-babalarımız bir-birinə vaxtı ikən elə xəbər verirdilər. Belə, əziz dinləyicilər, biz artıq birinci hissəni yekunlaşdırırıq. İkinci hissədə eşidiləri bizdən ayrılmayın. 105 FM dalğasında qalın. Nə deyir sözlərimə inan gülüm, sənsən ömrüm günüm, könlüm inan ki dözməyir sənsiz qaldım, bax çarəsiz sənli günlərimə dönsəm yenə ürəyimin səsini duy, anla, anla məni, sənə olan hisslərimi.
Gəlsən dilə, üzmə məni, bilə bilə. Ay gülə gülə, gəlsən dilə, üzmə məni, bilə bilə. Hey! Nə deyim, sözlərimə inan gülüm, sənsən ömrüm günüm, könlüm inan ki dözməyir sənsiz qaldım, bax çarəsiz sənlik günlərimə dönsəm yenə, ürəyimin səsini duy, anla, anla məni, sənə olan hisslərimi. Gülə gülə, gəlsən dilə, üzmə məni, bilə bilə. Ay gülə gülə, gəlsən